Enerji effektivliyi nədir? Enerji effektivliyi, enerjidən daha az istifadə edərək eyni keyfiyyətli və ya daha yaxşı nəticənin əldə olunması deməkdir. Bu, məhsuldarlığa və keyfiyyətə xələl yetirmədən enerjinin daha az sərf olunmasını təmin edir. Enerji effektivliyinin əsas məqsədi. Enerji effektivliyinin əsas məqsədi enerji resurslarına artan tələbatın büdcəmizə və ətraf mühitə göstərdiyi mənfi təsiri azaltmaqdır. Enerji effektivliyi tədbirləri ilə bu təsirləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Binalarda istilik izolyasiyası, enerjiyə qənaət edən LED lampaların və müasir məişət avadanlıqlarının istifadəsi, habelə yaşıl enerji mənbələrindən faydalanmaq gündəlik həyatımızda buna nail olmağa kömək edir. Enerji effektivliyi tədbirləri nəqliyyat, sənaye və kənd təsərrüfatı sektorlarında da tətbiq olunaraq ölkənin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir. Enerji effektivliyinin faydaları nədir? Elektrik enerjisinin xərclərinin azalması, məişət avadanlıqlarından səmərəli istifadə etməklə elektrik enerjisinin istehlakına ödədiyimiz məbləği azaltmaq, təbiətə dəstək, hər kiçik addımımızla planetimizə kömək etmək, yaşayış keyfiyyətinin yaxşılaşması, evimizdə daha rahat və təhlükəsiz bir mühit yaratmaq. Enerji effektivliyi, ölkəmizin inkişafı, ətraf mühitimizin təmizliyi, büdcəmizin qənaəti deməkdir. Enerji effektivliyi ilə firavan gələcəyimizi təmin edək.